İstəyirsiniz qeyri-adi olasınız və heç kimə bənzəməyəsiniz? Bu videoda sizə ayaqqabı bağı bağlamağın 5 ən maraqlı üsulunu öyrədəcəyəm. Nömrə 1. Əvvəlcə bağın hər iki ucu aşağı dəliklərə üst tərəfdən keçirilir. Sonra bağın bir ucu həmin tərəfdəki ikinci dəlikdən çıxarılır və əks tərəfdəki ikinci dəliyə salınır. İndi isə eyni hərəkətləri ardıcıllıqla bağın hər iki ucu ilə təkrar edirik. Uclar təkrarən sonuncu dəlikləri keçirilir və artıq qalan uclar ayaqqabının içində gizlədilir. Belə bir gözəl forma alındı. Nömrə 2. Ayaqqabı bağını birinci və axırıncı ilgəklərdən elə keçiririk ki, bağın ucları ayaqqabının burnu tərəfdə olsun. Sonra isə artıq bizə məlum olan birinci sxem üzrə bağları yerinə keçiririk. Yenə ucları sonuncu ilgəklərdən içəri doğru keçirərək, artıq qalan uclar isə ayaqqabının içərisində gizlədilir. Nəticədə nərdivan şəklində maraqlı bir forma alındı. Nömrə 3. Üçüncü bağlama üsulu üçün iki dəliyi olan kiçik plastik fiksator düzəldin. Bağın bir ucunu həmin plastikə keçirdib, düyünləyin. Bağın ucunu aşağı dəliklərdən birinə keçirdikdən sonra digər ucunu çarpazvari şəkildə axıra qədər bütün dəliklərdən keçirin. Bağın ucunu fiksatorla bərkitmək, artıq qalan hissəsini isə kəsmək və ayaqqabının içində gizlətmək olar. Çox cəzbedici olmasa da kifayət qədər gözəl alındı. Nömrə 4. Bağı ayaqqabının dilinin altından aşağı dəliklərə alt tərəfdən keçiririk. Qısa ucu əks tərəfdəki sonuncu dəliyə keçiririk. Uzun ucu da eyni şəkildə keçiririk və həmin ucla ayaqqabını öyrəndiyimiz sxem üzrə aşağıya doğru axıradək bağlayırıq. İndi həmin ucu iplərin altından keçirərək ayaqqabının içində gizlədirik. Altında xaç görünən nərdivan təsviri alındı. Nömrə 5. Bağ aşağı dəliklərə alt tərəfdən keçirilir və uclardan biri bu qaydada dəliklərdən keçirilir. Sonra bağın digər ucu ilə əks tərəfdə eyni hərəkətləri təkrarlayırıq. Amma bu dəfə ucu əvvəl keçirdiyimiz iplərin aralarından keçiririk. Artıq qalan ucları ayaqqabının içində gizlədirik. Möhtəşəm alındı. Bu qədər dostlar. Özünüz üçün ən çox bəyəndiyiniz üsulu seçin və daim yaradıcı olmağa çalışın.